Mən 7 ildə evliydim. Bir oğlum var. Evliliyimizin ilk günləri çox gözəl keçmişdi. Amma illər keçdikcə mən ailəmi, yoldaşımı tamamilə unutdum. Səhər işə gedirdim, axşam gəlirdim. Evdə hər şeyin hazır olmasını bir məcburiyyət kimi görürdüm. Yoldaşım bütün günü uşaqla, ev işləri ilə tək başına əlləşirdi. Yorulduğunu isə deyəndə, mən çöldə pul qazanıram. Sən evdə oturub nə edirsən ki? Deyib onu sustururdum. Xırda bir şey üstündə, ev biraz dağınıq olanda, yemək gec hazır olanda, üzərinə qışqırıb qəlbini qırırdım. Elə bilirdim ki, o mənə borcludur və hara getsəm də evdə məni gözləməyə məcburdur və həyatıma başqa bir qadın dalmışdım. Onun səssizcə içinə qapanmasını, gözlərinin işığının sönməsini görmüşdüm. İşdən evə gəldim. Qapını açanda evdə qəribə bir səssizlik var idi. Nə uşağın səsi gəlirdi, nə də mətbəxdə yemək qoxusu. Otağa keçdim, şkafın qapıları açıq idi. Yoldaşım və oğlumun bütün paltarları götürülmüşdü. Telefona baxdım, yoldaşım mesaj yazmışdı, amma profil şəkli görünmürdü. Yazanda isə ona artıq bir xət idi. Yazmışdı ki, mən sənin evində 7 il hər şeyə dözdüm, amma sən məni bir dəfə də olsun insan yerinə qoymadın. Yorğunluğumu görmədin. Mən sənin üçün sadəcə evi təmizləyən, yemək bişirən bir kölcə idim. Artıq tükənib oğlumu da götürüb gedirəm. Məni axtarma. Çünki mən bu qapıdan çıxanda içimdə sənə qarşı nə var idisə, hamısını öldürüb çıxdım. Mesajı oxuyanda dünyam başıma yıxıldı. Dərhal atası evinə qaçdım, zəng elədim. Yalvarıb yaxardım, dedim dəyişəcəm. Dedim hər şeyi düzəldəcəm, amma o üzümə belə baxmadı. Məhkəməmiz oldu, boşandıq. İndi mən o dörd divar arasında tək tənha qalmışam. Mətbəxə keçirəm, hər yer dağılıb, yığışdıran yoxdur. Sən demə, mən evdə bir qadın yox. Öz cənnətimi, öz ailəmi məhv etmişəm. İndi peşmançılıqdan ürəyim partlayır, amma geri dönüş yoxdur.